Cənab polkovnik çox gözəl insan idi, həqiqətən. Yəni o bizə qardaş olub. Mən bir epizodu deyim, o mənə dedi ki, məndən qabaqda get bir atdım, mən səni qoruyacam. Da belə zarafat kimi dedim ki, cənab polkovnik, mən sizdən qabağa gedirəm, məni necə qoruyacaqsınız? Dedi ki, mən sənə deyirəm ki, məndən qabağa get, mən səni qoruyacam. And olsun Allaha ki, 5 dəqiqə çəkmədi, arxamıza mərmi düşdü. Onu mənim üstümə atdı. O şəhid oldu, mən yaralandım. Mən də şəhid kimi bilmişdilər. Mən də şəhid kimi məruz eləmişdilər ki, mən sonradan sağ olduğumu bildilər. Mən hospitalda ayılanda heç nəyi xatırlamırdım. Bir tək onu dedim ki, mənim yanımda komandirim var idi. Mənim komandirim hanı? Mənim yaddaşım getmişdi, axtarmışam, tapmışam. İnanmırdım, həqiqətən də inanmırdım. Amma ən gözəl məqamdadılar, uca məqamdadılar. Mən üzr istəyirəm, Hacı məndən daha yaxşı bilər. Quranda bir aya var, deyir ki, İmam Hüseyin ağanın bədənində 18.000 qılınc yarəsi var. Bugünkü gündə 3.000 şəhid, 15.000 qazi. Biz hər birimiz İmam Hüseyin ağanın yarasına bir məlhəm olmuşuq. Bizim nə xoş halımıza ki, biz ona nail olmuşuq. Bizim bir döyüş yoldaşımız olub. Qazi Əliyə Məhərrəm Başsavuş. O da dindar qardaşlardandır. Allah onun da şəfasını versin. Allah onun da köməyi olsun. Deyir, mühasirədə oldu 25 nəfərlə. 2 dənə tank 120-dən yuxarı erməni mənfur düşmən gəldi üstümüzə. Deyir, yoldaşlara dedim ki, mənə bir yer eləyim, mən diz çöküm. Uşaqlar deyib ki, niyə diz çökürsən, özümüzü qorumaq lazımdır. Deyib, mənə şərait yaradım, mən diz çöküm deyəcəm. Deyir, diz çöktüm yerə, dedim ki, ya İmam Hüseyin ağa, ya Əbəlfəz ağa, ya Hacətlər qapısı. Özün gəl köməyimizə, daji vaxtıdır. Bir onda bir də gördüm ki, toz duman qalxdı. Ağ atın belində qara saqqallı bir nəfər gedirdi mənfur düşmənin üstünə. Deyir, bilmədim neyniyim, ağlayıram öz-özümə. Yerdə toz torpağı götürüb, üzü gözümə vururam ki, ilahi, bu nədir, mən görürəm bunu. Deyir, uşaqlar deyir ki, buna dəli olub da bunun başına hava gəlib. Deyir, ama mənim gördüyümü heç kim görmürdü. Deyir, döndüm arxama baxdım ki, İmam Hüseyin ağa arxamda dayanıb qara əbada. İmam Hüseyin ağa qara əbada olmayıb heç vaxt, deyir, ağ əbada olub. Deyir, qara əbada olub. Əlin qoyub sinəsinə ki, deyir, gedin, mən gəlirəm, gedin. Deyir, həmin vaxt o toz tumanda elə bir şərait yarandı ki, onların o 2 tankı da vuruldu. O 120 erməni hamısı məhv oldu. Biz Allah ordusu olmuşuq, biz İmam Hüseyinə əsgər olmuşuq. Nə xoş bizim halımıza ki, biz o şərəfə, o məqam